Xalq artisti Murad Dadaşovun evində xeyir işi olacaq. Xəzər Media Mərkəzinin baş direktoru oğlu Kamala toy edəcək. Məclis dekabrda şəhər restoranlarından birində keçiriləcək. Toya tanınmış simalar, mədəniyyət nümayəndələri dəvət olunub. Qeyd edək ki, Aytən adlı xanımla ailəli olan Murad Dadaşovun Kamal, Ziya və Əli adlı 3 oğlu var. Xalq artisti Nasbəri Dostəliyeva yeni ifaçıları tənqid edib. İzzət Şouda açıqlama verən müğənninin sözləri studiyadakıları güldürüb. O bildirib ki, indi ifaçıların hamısı bir-birinə bənzəyir. Bir xanım oxuyanda beşinin adı çəkilir. Budur, odur. Onları axtarıb tapınca, xarici görünüşləri, aranjmanları, həkimləri, əməliyyatları, saç düzümləri, verilişlərdəki söhbətləri də eynidir. Ona görə də kimsə axtaranda hamısının adını çəkirlər.